67 nömrəli iş üzrə məhkəmə prosesini açıq elan edirəm. Müttəhim nömrə 5. Ya, to jest mən. Rüşvətxorluqda, gündə bir sənət dalınca düşüb, öz işinə yarıtmaz münasibət bəsləməkdə və habelə ana dilinin təmizliyi uğrunda apardığımız mübarizəni gülüş hədəfinə çevirdiyinizə görə ittiham olunursunuz. Hər il şəhərimizin küçələrində yüzlərlə, minlərlə təzə minik maşını peyda olur. Bu həm də yüzlərlə, minlərlə sürücü deməkdir. Bəs sürücü olmaq üçün nə lazımdır? Əlbəttə ki, sağlam olmaq və bir də sağlamlıq haqqında arayış. Adicə tibbi arayış. Следующий. Geliyorum, gel. Sürücü vəsiqəsi için arayış. Geç otur. Geç, geç. M, A, N, A, T. Pistir. Pistir. Parmağıma bak. Yok azizim, yok. Ürəyimə daman düz çıxdı. Səndə çəpgöz diye bir balaca meyil var. Necə? Bak, beləcə. Görəm o kadar da pis oğlan deyirsən. Ne bir de yoxlayaq. 2, 5, Bəs ikisi bir yerde? 7. Yok. Yok. Yok! 25! 25! Başa düştü? Yox. Следующий! Mənə arayış lazımdır. Davay! Manat. Maladayız. 2. Aha. 5. Ha. İkisi bir yerde? 25. Ha. 25. Malades. Sen çaldın, sürdün. Haydi, best orada kurdolarda, geç bir yana. Ay yoldaş, motoru güce salma, hayır. Burada baş işletmek lazım. Yoldaş buralar, belki... Estağfurullah, ara yeri gidi işinle meşgul ol. Damkırat. Mütləq damkırat. Özdə Zaporoj damkırat. Yoldaş buralar, belki... Elinde belki salmışsan ha? Bura daş lazım. Daş, baş üstə. Bura vertolyot lazımdır. Yoxdur. Bəlkə kosmodroma zəng eləyib raket göndərsinlər, hə? Bura mütləq mənim kranım lazımdır. Buna görə maşının çəkisi, trosun uzunluğu... Yoldaş buralar, deyirəm bəlkə sizə bu daş lazımdır, hə? Ala, bu daş yok. Bak oradaki daş deyirəm. Baş üstə. Taxta lazım. Taxta, baş üstə. Ayağımsın. Ona bax. Amila! Ay Amila! Belki ilerlersiz. Bir, iki, üç. Ula! 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 Əzizlərim. Kim deyər bu nədir? Pis pis
nədir? Spичka nədir? Bu kibritdir. Kibrit. Yaxşı. İndi kim deyər? Bax, bunun adı nədir? Uruşka! Ay Allah, mən nə bədbaxt müəlliməm. Ulan nə savadsız uşaqlardır. Uşaqlar, əzizlərim, bu uruçka deyil. Bunun gül kimi adı var. Qələmdir. Avtoqələm. İstəyirsiniz avtomat qələm deyin? Hə? Avtomat qələm. Bildi uşaqlar? Hə, mənim gülümə bax da. Yaxşı, bəs bunun adı nədir? Yox, yox. Ha. Absolutni bezler bu uşaqlardır. İnteres de orasıdır ki, bunlar savsem derse bakmırlar. Ha, bak benim hakkında bakacaklar bu meseleye. Çok sложный meseledir, Klemenus. Gördünüz? Bu yazlık bir padavateli. Bu başaklar salınlar. Nasıl kıya? Nasıl ka yok? Xərək. Gördünüz. Bot. Çok. Elə bilirsiniz iki kəlmə söz deyib xərəyə uzanmaq mübarizə sayılır? Xeyr, xeyr. Bu bezabraziyadan başqa bir şey deyil. Bağışlayın möhtərəm hakim. Bezabraziya yok. Biabırçılıq. Qurtardıq. Başla. Müttəhim nömrə 1. Müttəhim nömrə 2. Müttəhim nömrə 3. Allah rəhmət olsun. Çok pis. Çok pis. Dur git. Bir haftadan sonra gelirsin. Müəllim, məni sizə tapşırıblar axı. Səni mənə heç kim tapşırmayıb. Eğer bilgin yoktursa, heç kim sənə kömək eləyə bilməz. Bildin? Dur git. Bəs mən... Dur. Siz elə bir adamın sözünü yerə salırsınız ki, o sizə növbədən kənar mənzil verdirib, maşın verdirib. Ələmdar müəllimi deyirsən? Qohumsuz? Bəli, dayımdır. Dayındır. Ha, Ələmdar müəllim mənim dayımdır. Dünən atamla bizdə nerede oynayırdılar. Ha? Dünən atanla nerede oynayırdı? Bəli. Ne tər olur ha bu? Ələmdar müəllim Bolqarısında məzuniyyətdədir. O sənin atanla dünən necə nerede oynaya bilərdi ha? Dur əkil buradan. Ha? Siz heç öz gələcəyiniz barədə fikirləşmirsiniz. Axı məni sizə 2 akademik tapşırıb, hələ o biriləri demirəm. Bura bax, kim kimi tapşırıb hamısı buradadır. Eğer sen öz familini bu siyahide tapa bilsen, mən sana 5 yazacağım. Bildin?
güzel meleğim, bana şey yakarlar. Hoşbaxt olsunlar. Ay, o güzel. Oyuncu yaparsın. Geceniz xeyrə qalsın, geceniz xeyrə qalsın. Geceniz xeyrə qalsın. Ula, nenem kuloysa gedin, ula! Yaxşı yol. Ay nənə, yaxşı yol. Pendir ala! Yakşı katığım, pendirim kaynağım var ha! Katığım! Süt, qatıq, pendir, mendir, sosiska, yox bir bal qabaq, bəlkə keşniş tumi, bəlkə suxoy xileb. Hoş gelmişsiniz, hoş gelmişsiniz. Hoşbaxt olsunlar, yaxşı yol, yaxşı yol. Çıkkı, oyuncu yaparsın. Urra, urra. Süt, katır, kaymak. Urra, urra. Süt, pendir, hoşbaxt ol. Urra, urra, katır. İdman məşğələsine başlayırıq. 1, 2, 3, 4. Kimsə bilsə idman iyi doktor. Onun tayı yoxdur, doktor. Geceniz xeyrə qalsın. Əlinizdən bir iki gün dincəlməyə qaçıram. Müttehim nömrə 4. Ne kadar diyor? Ne olur kardeşim, ne olur? Qalxın. Siz dövlət işinə barmaq arası baxdığınıza və yeri gəldi gəlmədi çərənçil eləyib baş apardığınıza görə mühakimə olunursunuz. Ben? Bəli, eşidirəm. Hə, Bəkərdən mi? Salam, yoldaş direktor. Dünən valideyni icras eləmişsiniz? Bağışlayıb xəbərim olmayayım. Uşaq bu vardı, mənə heç bir söz deməyib. Bəli, bəli. Mütləq günü sabah gələrəm. Sağ olun. Eşittin arvad? Bu kimdir o? Mustafa müəllim. Mustafa benim kimdir? Əcəb işdir.
günde buna 2 yapıştırır. Bu da onun portretini gəzdir. Düzü mən bilməzdim ki, sən bizim bu qırışmalı belə yaltaq böyüdürsən. Yaltaq! Mustafa müəllim, Salam. buyurun içeri, hoş geldiniz. Buyurun içeri, buyurun. Geçin. Siz məni hardan tanıdınız? Gören kimi tanıdım şəklinizdən. Ha. Buyurun içeri. Elə sizi beləcə də təsəvvür eləyirdim. Buyurun, buyurun içeri. Bağışlayın, mən sizinlə danışmalıyım. İçeri buyurun Mustafa. Sizin oğlunuz... Salam, Aleykümselam. sizin oğlunuz... Hamını, məni də ələ salır. Hiç elə şey olmaz. İnana bilmərəm. Hə, Nə özünü yaxşı danışırsınız? aparmır. Sinifdə təlxəylik eləyir. Ola bilmez canım. Təlxəklik mənim Öz uşağım canımsın. çox tərbiyəli. Mənə qulaq asın. Səhər akşam gülündən düşmüşsünüz. Adınız ne oldu? Hayır. Mustafa müəllimin canısınız. Buyurun Niye içeri. sen onunla Geçin, meşgul geçin. olmursun? Geçin içeri. Heç bilirsiniz, mənə nə ad qoyub? Ola bilmez canım. Bütün gülüş sizin şeklinize azizleyim. Öz canımsın. Günü Geçin içeri. otağından çıxmır, məşğul olur. Nə danışırsınız bilirsiniz İndi də, özünüz çox görəcəksiniz. uşaqdır. Gəlin. Geçin, geçin. Geç Mustafa, geç. Hanım, bura neçənci mərtəbə oldu? 11-ci. Əla, koridora bir quş. Aha. Koridora bir quş. Zülfəli müəllim, buradayam. Ehtiyatlı olun Zülfəli müəllim. Uşaq otağında pis deyil. Əla. Yazdım Uşaq koridora otağına da bir quş qoy. Uşaq otağına da bir quş. Deməli koridorda, uşaq otağında. Zülfəli Mənə bax. Bəs mətbəxdə nə xəbər var, hə? Mətbəxlə Seyfəli müəllim məşğuldur. Ehtiyatlı olun yoldaşlar. Xəbərxan kablukumdan mı qayıt? Bəli, qonaq otağı da pis deyil. Qonaq otağına da... Abala kimdir orada? Mənəm, Elbrus müəllim. Abala Elvurus müəllim. Qapını bizə sarı yox, özünə sarı çək. Özbə tərəf. Ehtiyatlı olun bunlara. Yataq otağı da pis deyil, ha. Qaldı təkcə mətbəxlə eyvan. Mətbəx də pis deyil. Onda... eyvan. Elvurus müəllim, bəlkə siz buyurasınız. Növbə kimin də o geçsin də. Yavırçılıq, atlarını kişi koyublar. Gör ne güne kalmışsınız ki, aranızda bir kadın var, onu da eyvana gönderirsiniz. Bırak, bırak. Gel kardeşim, öpürəm səni, öpürəm. Özümü qorxudu beləmə girər, ölməmişik ki. Bəraət üçün sözünüz var? Ne diyeyim kardeşim? Çok sağ ol, çok sağ ol. Öpürəm. Sənə canı çox, çok sağ ol. Ləlülü. Oturun, oturun. Benim gözüm üstü. Müttəhim nömrə 6, qalx. Yaratmaz, biabırçı əmək fəaliyyətinə və ən nəhayət həmişə dolayı yolla qazanc dalınca qaçdığınıza görə ittiham olunursunuz.
Selamünaleyküm. Hanım bacı, bizim bu bey bala, adı bala olsa da özünün balacı işlerinin arası yoktu. İstəyir şərab zavodunda balaca bir işe düzelip, büyük işlerden meşgul olsun. Elədir bey bala? Her özüne de... Əhmədov bura çağır. Baş üstə. Əhmədov bala, bura gəl. Bura gəl. Gəl gör xala sənə nə verir. Gəl, gəl. Gəl, bu saat. Bu saat, aha. Hə, Atova deyərsən ki, bax Atova deyərsən ki, bunu yox, oy sağ ol. Bax, o əmini görürsə, bax o əmini deyərsən ki, Atova deyərsən ki, o əmini görürsə. Hə? Selamünaleyküm. Hanım bacı, bizim bu ağabala, adı... Bala olsa da özünün büyük planları var. İstəyir pivəxanada bir balaca işe düzelip, büyük işlerden meşgul olsun. Her üzüne de... Elə deyir ağabala. Məmmədovanı yanıma çağır. Bu dəqiqə. Məmmədova bala, bura gəl. Gəl. Gəl gör xala sənə nə verir. Yedin? Hə, indi qulaq as. Babama deyərsən ki, bu əmi, bax bu əmi. Darıxma. Dedim ki darıxma, gel görüm. Gel görüm, her şey öz qaydasında olacak. Ben bir şeye söz verdim, her şey düzelecek. Bəs salam. Ha? Dolamısan beni. Başa düşmədim. Məni hara gətirmisən? Ağılla iş görmək lazımdır. İndi işi balacalar həll edir. Balacalar? nömrəli agentlər. Sabahtan mazar dükkanda hiçbir şey olmamalıdır. Hatta diş kurdalamağa bir fiske söfüde. Olmamalıdır. Koymayan gerek. Koymayan. Öldü var, döndü yok. Hayır, hayır. Öldü var, döndü yok. Hayır, hayır. Horuz banı. Haş destgahına başlamazdan kabak. Bütün pazar dükkanı boşaldın. Şehre gelen bütün yollar kesin. İster hava yolu, ister su yolu, ister kuru yolu. Bütün malları helbet ambarlara yığıp gizledin. Oldu, oldu. Fabriklerde, zavutlarda, petrollarda, çayhanlarda, her yerde cemaati inandırın, başa salın ki sabahtan hiç ne olmayacak. Açlık, tamam, üşit. Açlık, tamam, dipsi, öldü var, döndü yok, öldü var, döndü yok. İleri!
Kaçtık. Dağılın. Şef, değiller. Sabahtan ne Leica Plus'tır, ne de bin dahi olmayacak. Oturun. Hoş. Daha mənim sizə sözüm yoxdur. Şükür Allah'a. Mat-məətəl qalmışam. Hamı birlikdən, vətənpərvərlikdən danışdığı bir halda bu nadürüstlər hardan yaranır, başa düşə bilmirəm. Gelin, gelin. Uşaqlar, bakın, burada bir yerləncək var. Orada birinci kim oturmalıdır? Çəkilin qırağa, çəkilin, çəkilin. Gedin oynayın özü üçün, gedin. Yerlə. Elçin! Uşaqlar tez olun yemeğe, tez olun, tez olun! Uşaqlar, kazanda yalnız bir tike et var. Onu kim yemelidir? Təbiəki! Ne ses küsalmışsınız orada? Ayşe'ler, bu ne? Bu nedir? Arif! İhtibar! Sizinle değilim ben, kalk görüm! Sizinle değilim ki... Kalk görək ayak üstə, bir dənə qarşı yoktu da, ha? Kim oturmalıdı birinci? Təbiəki! Kişi gelir. Buraları təzə təmir eləmişik. Əvvəl yol oradan idi, sonra dedilər ki... İndi buradan olacak. Bu ne der? Bu sütunu da buradan götürün. Bax, təzə xalat verdim, götürmədi. Özü ilə gətirdiyi xalatı giyindi, o da cipsiz. Cibləri yoxdur. Zəhimli adam oxşayır, qıracaq bizi. Gəldik. Mən elə gəlir ki, artıq boş-boş sözlərdən işe keçməyin vaxtı çatıb yoldaşlar. Bir dəfəlik bilin ki, geriyə yol yoxdur. İrəli çağırır bizi zaman. Köhnə rəhbərliyin zəifliyi yüzündən uzun illərdir kollektivdə hərc-mərcilik, özbaşınalıq hökm sürüb. Cibləri yoxdur. Deməli, alan deyil. Müalicə pulsuz olacaq. Uşaqlar acından qırılacaq. Kollega, qabaqlar da cipsiz xalat olur. Elə babadan görməmişəm ayol. Stakananı döndərmişsiniz kolxoz bazarına. Apendisit kəsmək 100 manat, qlandanın biri 50 manat, xəstəyə yer düzəltmək 30 manat. 25 manat. Əli öz cibindən çıxart o taşağı. Gözümün içinə yaxşı bax, hə? 50 manat. Yox balam, çox təmiz adam oxşayır. Dünyada alsa da almaz. Tənqirə layiqdir. Rüsvaçılığa son qoyulmalıdır. Belə gedə bilməz. Qurtardı sizin dövranınız. Hippokrat andını ürəyinizdə yox, cibinizdə gəzdirirsiniz. Qənim olsun sizə o kişinin andı. Biabırçılığa son qoymaq lazımdır. Bundan sonra hər şey tərsinə olacaq. Hamı bir nəfər üçün... Bir nəfər də hamı üçün. Hə, sənə demədim əli o cibindən çıxar. O təşəqi! Gözümün içinə də yaxşı bax. Hamı ümumi qaydalara tabi olmalıdır. İstər həkim olsun, istər sanitar. Hoşu gəlməyən koy. Odur. Buyur. Halatı tərs geymişəm, siz də demirsiniz. Hey.
Həkimin yeri harda olmalıdır? Həstələrin yanında. Onda vaxt itirməyək, durun gedək ora. Cemaatın gözü yoldadır. Hə dostlar, iş başına. Sabahın xeyir, Əbdüləli dayı. Aqibətin xeyir, ay oğul. Sənin də toyumu gözləməkdən gözümüzün kökü saraldı. Belə getsə, Əbdüləli dayı, mənə heç kim qız verməz. Niyə ay oğul? Sən kimlə əskiysən? Maşallah, o boyda zavodun baş mühəndisisən. Saç tökülmək vəzifəyə baxsaydı, nə vardı ki? Rəhmətlik babam deyərdi ki, yağış suyuyla başını yuyan adamın saçı tökülməz. Hə? Nədir, tanımadın məni? Nə deyim vallahi? Niyə tanımırsan? Rəhmətli babamın məsləhətindən sonra bugünə düşmüşəm də. Hala, sənin bu günə düşməyinin günahı babamın məsləhətində deyil. Bax, o andıra qalmış zavodun havaya bıraktığı zəhərli tüstüdədir. Yazıq babam hardan biləydi ki, göydən başımıza yağışla, qarla bir zəhər də yağacaq. Hə? Vicdan əzabı çəkmədən, ekologiya, udduğumuz havanı, içdiyimiz suyu, bizə həyat verən torpağı zəhərləyib öldürürlər. Kimdir buna günahkar? Gələcək nəsillərə nə cavab verəcəyik? Düz demirəm? Düzdür. Bax, havanın, suyun, torpağın məhv olmasına səbəb sizin kimilərdir. Daha doğrusu siz və sizin kimilər bütün ekologiyaya, qıtlığa və s. mənəvi cavab deyilsiz. Böhtandır! Aç pencereni. Açma hava gələr. Açma. Hava gün. Şəhvülüt. Şahvülüt. Yoxdur şəhvülüt. İğne. Kislorod. Ya. Yo. Tüstülə Mən yox, mən çəkəcəyim. Tüstülə. Sifətimə. Bir xaşım var. Qohum əqlimə çatdırın. Məni orada komsomolcu gənclər şəhərində bastırsınlar. Superfosfor zavodunun yanında. Şəhvülüt! Hələ gəlməyim. Sigaret. Şəhvülüt! Yandır. Şəhvülüt! Şahvülüt kimdir? Ərzaq daşıyandı. Neydi görürsən? Yayın qohumudur da. Qurban olub sizə. Elə yaşadığım yerdə bastırın. Alüminium zavodun yanında. Orada elə səfalı yerlərdir. Borulardan cürbəcür. Tüstülər çıxır. Sarı əlo, qırmızı əlo. Dadı da cürbəcür. Tuş, şəmşirin, şirin. Boğuluram. Boğuluram. Şəhvülüt! Nəfəsi dayanır. Doktor Şəhvülüt gəldi. Ha? Onda tez ol, köməklə aparaq ayca, tez. Gel, qalx görüm. Şəhvülüt! Darama. Buraya! Hana! Oxay! Canı! Maşın lazımdır.
Əziz qardaşım, əlbəttə lazımdır. Budur mənim şeylərim. Daşı da götür gel maşına. Qardaş, təsəvvür edirsiniz mən necə şadam, doğma yurda qayıtmışam. Yaman darıxırdım orada. Hardan gelirsen? O yandan gəlirəm. Necədir orada? Yaxşıdır, amma oradakı həyat tərzinə heç cür öyrəşə bilmirdim. Yaşayış deyil ki. Necə bəyəm? İnsanın ürəyi sıxılır, xüsusən həyatın çətinliklərini görmüş adam üçün orada yaşamaq çox çətindir. Əzizim mən, o çiret yox, bir şey yox, hara gedirsən hər şey var. Gecə də mağazinlər açıqdır, hər şey avtomatlaşıb, belə də şey olar. Bəh, buranın doğma havası kimi dünyada hava yoxdur. Mehriban qardaş, bu raşotkaları görürsən, mənim sevimli raşotkalarım. Mən orada pəncərələrimə belə raşotkalar sifariş vermişdim. Bu saat göstərim, gecələrdə yuxuma girdi. Bir bax, qadan alım. Bax, ancaq hökumət adamları gəlib çıxartdırdılar. Onlar belə şeyin nə olduğunu bilməzlər. Ağrın alım, əla! Əsil Bakıdır ki var, qurban olum sənə, can Bakı, saxla! Ağrın alım, saxla! Təşəkkür! Bax, evimin yanında belə bir dənə çala qazımışdım. Ona baxıb böyüdüyüm küçəni yadıma salırdım. Amma böyük cərimə eləmək istədilər. Ona görə də o çalanı doldurub düzəltdirməli oldum. Vaxt yox da. Baş üstə qadası, baş üstə. Əhsən! Xaricdə belə şey görə bilməzsən. Düz 10 ildir ki, yolun əksinə gezməmişdim. Ləzzət, 10 il bundan qabaqki zibil yeşikləri. Bakı gözəl şəhər. Nə qədər verməliyəm? 50 manat. Nə qədər? 50 manat. Qarda çox deyil. Ay, bura Bakı diye. Təşəkkür. Öz də deyir, Bakı üçün darıxmışam. Mehribanım, çamadanlar. Müttəhim nömrə 7. Elə məsul vəzifə qalmayıb ki, tutmayasız. Elə kabinet qalmayıb ki, ona dürtülməyəsiz. Kim? Mən? Bəli, siz. Yaxşı, bəs sizə göstərilən bu etimadları necə doğrultmusunuz? Siz ancaq öz cibinizi güdmüsünüz. Yalandır. Ana vur! Vur! Ha burada zalim oğlu zalim. Mənim oyunçuma bax sən Allah. Əşleyvə lazımdır. Allah başı qoyub ayağıma daş salmasın. Ana oyna da! Oyna da! Sən yumdur kötür məni. Bana bax. Spola! Kötür! Bax. Balerinalık eləyir mən. Oynayan... Ana mal kimi nə baxırsan? Görürsən. Bunlara şərait yaradırlar, harada istəyirlər ev verirlər, növbəsiz qaz 24 verirlər. Ana oyunu ondan zalim uşağı. Vallah bu şəraiti kimə yaratsın, dağı dağ üstə qoyar. Hayır, biz məziyyətimizdə. Şadlıqlarda görüşək. Hələlik. Одну минуту, товарищ, туда нельзя, директор занят. Salam. Salam. Mən Məmmədova. Futbolçu, 7 nömrə. Tanımadınız? Futbolçu. Siz bütün oyunlarda 13. sektorda oturursunuz. Ve həmişə də ən şiddətli, ən kobud sözlərlə söyürsünüz məni. Bağışlayın da, bilirsiniz futboldur, olur da əsəbləşirsən, ona... Eyb eləməz, narahat olmayın. Biz futbolçular belə söyüşlərə öyrəşmişik. Gəlişimin məqsədi başqadır. Bu ayaqqabıları sizin fabrik buraxın. Bugün almışım. Ay 100 illik kötü.
Günah seni bura direktor koyandadır. Bu ne ayakkabılardı böyle tikirsiz? Sizin başınıza daş düşeydi bu ayakkabıları tiken yerde. Fersizin biri fersiz. Ne mal kimi gözlerimi belatmışsan? Direktores kresla! Eybi yox, biz çəkməçilər də belə təhqirlərə öyrəşmişik. Bir dakika. Yoldaş müdür size dayı lazımdır. Başa düşmedim. Ne? Dayı. Ne mənada? Biri. Her mənada. Saxla, yani deyirsən satıcılarını çəkidə heç kim allatmır, apşot eləmir, yani deyirsən heç müfəttiş də gəlmir. Gəlir. Müfəttişin gəlməyinin 2 gün qabaqcıdan bilirsiniz. Hardadır bizdə o bəxt? Gördün? Amma mən belə eləyərəm ki, müfəttişin gəlməyini bircə həftə qabaqcadan bilərsən. Necədir? Ağlım kəsmir axı. Mən sizə kişi kimi söz verirəm. Axı siz kimsiz? Mən sizin təzə müfəttişiniz. Selamünaleyküm. Özür istəyirəm. Əgər mümkünsə, Nə istəyirsən? yanınıza göndərdilər. Elə bir şey deyil, mənzil məsələsidir. Mətləbə keç ay bala. Dedilər, siz qol çəkməlisiniz. Nəçisən ay bala? Bəli, Deyirəm nəçisən? heykəltaraşam. Maşallah, yaxşı sənət seçmişsən. Çox sağ olun. Ged 3 gündən sonra gələrsən. Baş üstə. Gələrəm. Narahat elədim sizi, özür istəyirəm, sağ olun. Selamünaleyküm. Həmin o məsələyə görə sizi narahat eləyirəm. Demişdiniz 3 gündən sonra gəl. Gəldim. Nəçisən ay bala? Heykəltaraş. Ged 3 gündən sonra gələrsən. Bağışlayın, neçə? 3. Baş üstə. Gələrəm. Çox sağ olun. Bağışlayın, narahat elədim sizi, üzr istəyirəm. Yerində mənəm, narahat eləyirəm. Heykəltaraş. Yadınızdadır? Demişdiniz 3 gündən sonra gələrsən. Nə oldu? Gəldim də. Cavan oğlansan, özün də heykəltaraş. Sən hər kəlməni gerək göydə tutasan. Axı mən sənə dedim 3 gündən sonra. 3, 1, 2, 3. Başa düşdün? Başa düşdüm. Bağışlayın. Üzr istəyirəm. İcazə olar. Gəl görün. Selamünaleyküm. Nə də bu? Sizə çatacaq. Neymiş? Buyurun. Bağışlayın. Biraz ləngitdim. Üzr istəyirəm. Sağlığına işlədim. Sağ olun. Müttəhim nömrə 8, siz cinayət məcəlləsinin... Yalandır, böhtandır, anlaşılmazlıqdır. Mən heç kimə pislik eləməmişəm, heç bir cinayət törətməmişəm, yalandır! Sakit olun, sakit olun. Heç olmasa uşaqlara yazsız gəlsin. Axı mən cavanam, gələcəyim parlaqdır. İşlər də tökülüb qalıb, hər şey də baha. Heç olmasa remontu qutarım, yazıq amaq. Bu haqda gərək dondan dona girəndə fikirləşəydiniz. Siz unutmusunuz ki, ən ali məhkəmə vicdan məhkəməsidir.
Bağışlayın, müdür yerindədir. Bizim müdür her şey yerindedir. Buyurun buyurun. Geçin içeri eğleşin. Yanında adam var Sağ Haşa olun. gelip. Çok Neyle? oturabilmez. İndi çıkar. Darıkmayın, hövseleyin. Herhalde bir stakan çaya konak olun. Buyurun teze demdir. Təşəkkür eləyirəm. Çayın biri qaydadır, ikisi cana fayda. Vay! Öldüm o da, hardadır? Nerede? Nerededir? Efendim kardeşim, Dəhlizin bu ne altında işte sola başıma duran geldi? kimi. Daha Ne dözebilmirəm, geldi daha dözebilmirəm. Siz yoldaşı, buyurun. Sağ ol içeri. kardeşim, görüşerik. Gel qabanalım, gel. Salam aleyküm. Əyləş. Sənin boyda insan evladını görməyə bilsən nə qədər şadam. Balaca bir iş üçün narahat eləyirəm. Aha, nə fərqi var? İstər böyük olsun, istər balaca. Bu saat bizim borcumuz ondan ibarətdir ki, hər işə diqqətlə, məsuliyyətlə, mən deyərdim ki, ürək yanısı ilə yanaşaq. Ha? Və biz burada niyə oturmuşuq? Bəs bu vəzifəni bizə nəyə görə tapşırıblar? Bağışlayın, mən bilmək istərdim. Ölsələn olsun, çayını iç. Çox sağ olun. İç qadanalı. Mən bilmək Hər istərdim. şeyi biləcəksən, hər şeyin öz vaxtı var, gözəl insan. Balaca işi həll eləmək, böyük işi həll eləməkdən daha çətindir. Çünki balaca iş zərgər işidir. Burada daha ciddi olmaq lazımdır. Atalar deyib ki, bugünün işini sabaha qoyma. Əgər bugün biz balaca bir məsələni həll ediriksə, o qədər sevinirik ki, ta nə deyim. İcazə verin dedim. Daha dözə bilmirəm. Tez yer qaban alın. Bəs biz burada nəyə görə oturmuşuq? Hı? Bəli yoldaş gözəl. Daha kim var orada? Salam aleyküm. Gəlmiyorlar. Ben böyle bir mesele için gelmişim. Gel. Gel güzel insan. Bu saat biz her şeyi hallediyerik. Gel. İbiş, Haydi. hayır sana vurabilmeyeceğim. Hakim qadağan edeyim. Deyir vursan ölersin. Evdə aptek açmısan ki. Bəs onda bu ağbaşı nə götürüb qoymusan süfrənin ortasına? Gör neçə vaxtı görüşmürük. Heç səni bunsuz bıraxaram. Sən ölü çəmmərəm, sənsiz boğazımdan bir qram da getməz. Yaxşı. İncimə. Bəlkə özüm də sənə züy tutdum. Səni olmaz axı. Düzdür, olmaz. Amma bir şərtlə olar. O nə şərt deyil, hə? Bax, bu turpu Aycan. mən gizlədirəm. Əgər tapsam, sənin 50 qram içərəm. Yox, əgər tapmasam, mən vicdanımı tapdalaya bilmərəm. Görürsən ki, həkim qoymuş. Hə, gizlət görüm. Sağ əlimdədir. Qızdırmam qalxdı. Tapa bilmədin. Bəlkə bəxti bir də sınayasan, hə? Sol əlindədir. Aferin. Tapdı be. Yaxşıdır ki, ikinci dəfədə tapa bildin. Halal olsun. Xoş gəlmisən, səfa gətirmisən. Nuş. Necədir? Təkrar edək. Tam! Salam, mənim həmvətənlərim. Hatəm, üzünü görək. Bu saat məni yuxarı çağırdılar, necə lazımdır dərsim verdilər, əcəb elədilər. Dedilər ki, sən özün yenidən qurulmalısan. İşçilər səndən şikayət edirlər, yenidən qurmalı başa düşməmisən. Dedim, axı, bu materiallar bizdə yoxdur, mən necə edeyim? Dedilər, bu dövrdə sənin dilinə gərək yox gəlməsi gəlməsin. Bundan sonra mənim dilimdən yox gəlməsi eşitməyəcəksiniz. Kim material üçün gəlsə, növbədən kənar buraxın içəri.
Mən nə vaxta kimi sizin qapınızda qaravul çəkəcəyəm? Biabırçılıqdır. Nəhayət mənim şefer kağızıma qol çəkəcəksiniz ya yox? Ver mənim həmvətənim, ver. Mən sənin kağızına təcili qol çəkəcəyəm, əcəb deləyəcəyəm. Следующий. Salam aleyküm. Biz bundan sonra belə işləyəcəyik, əcəb deləyəcəyik. Familiyam? Məmmədov. Məmmədov. Mən bir il gözləyirəm. Əcəb edirsən. Biz xahiş edirik ki, Məmmədov yoldaşı 300 metr taxta verəsiz. Buyurun, belə. Ancaq iləri. Gedin. Sağ olun. Məmmədov, Bəli. mən necə direktoram? Əla. Allah balalar uzaqlasın. İsmailov. Eşidirəm. Bizdə heç olmasa orada azbest var. Azbəstə yoxdur, 2 ildən çox da vermirlər. Vermirlər, əcəb edirlər. Ay qız, Bəli. yanıma kim azbest üçün gəlsə, növbədənçilər bırak içəri. Sen kimsən ha? Mən Əliyevəm, prorabam. Siz adicə prorab değilsiniz. Siz yeniden kurmanın prorabısınız. Azbest lazımdır. Kardeşime sroçna azbest. Bildiyiniz kimi, Müstəqil Azərbaycan Respublikası Məhkəməsi öz hökmlərində həmişə humanist və mərhəmət prinsiplərini əsas tutur. Odur ki, məhkəmə məşvərətdən sonra 777 nömrəli iş üzrə qərar alır. Bu gün burada mühakimə olunanların az maaşla cəmaatı çox güldürdüklərini nəzərə alaraq, onu da əlavə eləyək ki, təkcə durğunluq dövründə yox, ha belə perestroyka dövründə də, hətta indiki ağlamalı dövrdə də gülüşlə məşğul olduqlarını nəzərə alaraq, bu dəfə onlara icbari iş kəsməklə kifayətlənirik. Necə deyərlər, ümidimizi onlardan üzməyək. Çünki bu dünyada ən axırıncı ölən şey ümiddir. Düzdürmü? Düzdür. Ne olub görəsən? Ne bileyim? Ha yox, bu elə belə həngamıya oxşamır. Ne bileyim, ben de senin için. Aa, neftçini karşılayırlar. Bu UEFA'nın kubukunu alır. Yenə kubok alır. Salam, Sağ ol. tebrik ederim. Siz milyonuncu sürücüsünüz ki, yol hareketi kaydılarını bozmamışsınız. Buyurun, bu da mükafat. Özü de Bakı kahvelidir. Təbrik. Çok sağ ol. Buyurun, Təşəkkür edirəm. bir dəqiqə, xahiş edirəm, xırdanızı alın, sonra gedin. Bu yaxında bir nəfər də xırdasını almadı, yügürdüm dalıcan tapa bilmədim. Elə indiyənəcən onu axtarıram. 24 qəpik. Çox sağ olun. Buyurun. Xoşunuza gəldi. Salam aleyküm. Aleykümselam. Mənə kostyum lazımdır. Ölçüsü, 50 roslu dön. rəngi, Mümkünsə boz. iş yolu ya toy bayramçı. Toy bayramçı. Oldu, baş üstə. Jiletlə ya jiletsiz. Jiletlə olsa lap əla olar. Necə istəyirsiniz? Yugoslaviya, Fransa, Gollandiya, Üzr Polşa, istəyirəm, Bolqariya. üzr istəyirəm. Sizdə... Özümüzünki necə? Valadarski fabrikası. Valadars Mümkünsə. Özüm ölüm yoxdur. 4 dənəsini almışdıq, axırıncı yoldaşa qismət oldu. Neynəmək olar, fabrik çaxdırmır. Gələn kimi qurtarır, tələbat böyüdür. Yugoslaviya, Belçika, Gollandiya, Finlandiya, Portuqaliya, Fransa, Yaponiya, İngiltərə. Sağlıqla geyinəsiniz. Çox sağ olun. Sağ olun. Xoş gəldiniz. Angliski. Daha keçib. 3 angliski. Yoldaşı Prado, salam verirken. Sesim Karlovar'dan gelir. Geldim zengi bastım koştum dedi istirahete Neyim gelmişsin. pis yapıcokka tapılır ki mecbur olup oraya gittim. Yok ne olacak orada pis değil. Ya, sağ ol. Yakşı bizim bu şeyhten ne şikayetin var he? Çok sağ olun, biz sizden çok razıyız. Sağ olun. Ha buna bak Ahmet benim.
Bura bax, Əhmədim, gəlin bəlkəm sənə bir yaxşı rakımına, yaxşı unitaz, yaxşı Çox sağ ol, müalicə hamısı qoydum. sazda ehtiyac yoxdur, sağ ol. Mən onun əlasından dua, importlu çəksin. Sağ ol, sağ ol. Əhmədim, bəlkəm onda sənin üçün bir yaxşı plita qoydurtdurum, o da əladır. Çox sağ olun, tezə qoydurmuşsunuz, çox sağ olun. Onda xahiş edirəm, icazə ver gəlim ölgü təmin eləsin. Keçən kvartal eləmişsiniz axı, lazımdır. Elə hamı sən deyəni deyir. Bəs mən neyniyim? Keyfiniz yoxdur nəsə. Musiqisiz nə kef ola bilər? Sarı simin aşığı qırılıb. Sarı simin. Azad bir quşdu, yuvamdan uçdu. Aman aman. Ay hay, ayıp olsun, ayıp olsun. Olsun olsun. Utanmır yeki adam. Elə niye? Hara gedirsən? Ya nereden geldin? Ben bu kapıdan. Sen hara gedirsən? Ay yazık, ay bak. Bu kadar içmişsen ki, kapını koyup reşotkadan geçirsen. Eve gedirəm. Gel göreyim, bu boyda şehirde senden başka içen yoktur. Eve gedirəm, eve. Olmayan ağlı da ara kaparım. Eve git. Gedirəm. Allah, qırıla kardeş. Elə bilirsən mən içmək istəyirəm. Elə bilirsən öz hoşuma içirəm. Yox. Ona göre içirəm ki, koy görsünlər. İçəndən sonra ne güne düşürlər. Əzizin yüzdü yollar, aynadı düzdü yollar, düzdü yollar. Əzizin yüzdü yollar, aynadı düzdü yollar, düzdü yollar. Daha sınır maşının, daha sınır maşının, sağ olsun güzgü yollar. Daha sınır maşının, daha sınır maşının, sağ olsun güzgü yollar. Her yanda, her tarafta, her yanda, her tarafta. Azizim ya işlerim, ya usta ya müşteri, ya müşteri. Azizim ya işleri, ya usta ya müşteri, ya müşteri. Kışa kalıp soyumur, kışa kalıp soyumur, ay nurun ya işleri. Kışa kalıp soyumur, kışa kalıp soyumur, ay nurun ya işleri. Her yanda her tarafta yettice gündür hatta. Her yanda her tarafta yettice gündür hatta. Əzizim nə şadlığım, nə qəmim nə şadlığım, şadlığım. Əzizim nə şadlığım, nə qəmim nə şadlığım, şadlığım. Bolluğayıb qıtlığı,
bolluğayıp gıttığı, görünür ne sahtığı. Bolluğayıp gıttığı, bolluğayıp gıttığı,